Buyur Turan. Çox sağ ol, məndən bir şey soruşacaqdım. Bu Prosperoda məsələn qeydiyyatdan keçərkən, yəni bu metanalizlər falan sistematik reviewləri qeydiyyatdan keçirmək üçün o Prosperodan yəni indi etik olaraq bilirəm, öncə Prosperodan qeydiyyatdan keçirib daha sonra başlamaq lazımdır. Amma Bəli. ümumi olaraq tədqiqatçılar belə eləyirmi? Yoxsa mən məsəl üçün bizim bir dostlarla etdiyimiz var idi metanaliz. Yəni biz artıq demək olar axtarışı falan eləyib, məqalələrin o, yəni first screeningi, sonrakı screeninglərdə elib, sonra Prosperodan qeydiyyatdan keçirməyə çalışırdıq. Yəni məsələn, digərlərdənmi belə eləyir, yoxsa bizdə bir yanlışlıq var? Biz də elə eləyirik. Yəni sonunda çünki nəsə formalaşdırırsan, əlinin altında nəsə var, ondan sonra artıq gedirsən və onu sənədləşdirirsən də formal olaraq artıq. Çünki Prizmaya görə səhv eləmirəmsə, birinci Prosperodan falan qeydiyyatdan keçirib sonra başlamaq daha yaxşıdır. Əslində Prisma belə bir şeydir ki, o sənə checklist verir, amma o checklistdə demir birini birinci ilə, ikinci verdiyimi ikinci ilə, üçüncü verdiyimi üçüncü ilə. Onu sistemik şəkildə yazıb, düzdür, çox sistemikdir, amma ki bəzi şeylər var ki, onları əksinə etmək olur. Ha, tamam, tamam. Çox sağ ol.